Onu opera tiyatrına getirdim geldim. Çok maraqlı sizin 1965-ci ildə Ümum Bakı demək olar Respublika üzrə müsabiqə keçirilirdi. Həmin bu müsabiqədə biz bir gözəl səsli oğlana rast gəldik. Gözəl muğamları ilə, mahnıları ilə. Müsabiqədən sonra onu münsiflər heyətinə çağırdılar. O gündən etibarən Filarmoniyada bizim sıralarımızda Canəli Əkbərov bizimlə bərabər çıxışlarımız oldu. Ondan sonra mən Canəlini öz konsert dəstəmə dəvət elədim. 12 il bir yerdə biz Azərbaycanın rayonlarına, kəndlərini qarış-qarış gəzmişik, başqa respublikalarda olmuşuq. Canəli haqqında, sənəti haqqında onu deyə bilərəm ki, çox böyük, gözəl, yüksək diapazonlu səsə malikdir. Çünki bu başqa cür ola bilməz. Mən Lənkəranda onların evində olmuşam. Onun atası da gözəl səsə malik olan xanəndə, tanınmış xanəndədir. Xasiyyət cəhətcə Canəli böyük-kiçik bilən, həmişə yaş özündən böyük xanəndələrin yanında hörmətlə özünü aparmış. Bugünkü günə qədər deyə bilərəm ki, xanəminin ailəsini o hər həftə, hər 10 gündən bir gedir, onun balalarının ailəsini başa çıxır. İlk dəfə Leyli Məcnunda Canəlini gördüm. Doğrudan da 58-ci il, 57-ci il Əbülfət Əliyevlə mənim operada çıxış edədiyim günlər yadıma düşdü. O qədər sevindim Canəlinin burada Leyli Məcnunda, sonralarsa Əsli Kərəm, Aşıq Qərib, Şah İsmail və digər operalarımızda oxuduğuna çox sevinmişəm. Ona can sağlığı arzu edirəm. Daha da başqa-başqa rollarda Canəlini görək, müvəffəqiyyətlər arzu edirəm. Canəli Əkbərov bizim opera teatrının muğam operalarında, xüsusilə Leyli və Məcnunda, Əsli və Kərəmdə, Şah İsmail, Aşıq Qərib kimi operalarda yaratdığı surətləri, obrazları mən ancaq xalqımızın böyük aktyoru, unudulmaz Hüseynqulu Sarabskinin sənəti ilə müqayisə edə bilərəm. Və cəsarətlə deyə bilərəm ki, o sənətin davamçılarından, ən yaxşılarından birisi də bizim Canəli Əkbərovdur. Canəli Əkbərov muğam operaları ilə yanaşı bizim Azərbaycan bəstəkarlarının operalarında da çox müvəffəqiyyətlə çıxış edir. Fikrət Əmirovun Sevil operasında, Şəfiqə Axundovanın Gəlin Qayası, Məmməd Quliyevin Aldanmış Kəvakib və başqa operalarda da özünə məxsus müvəffəqiyyətlər çıxış etmişdir. Mən Canəli Əkbərovun bir cəhətini xüsusi qeyd etmək istəyirəm. Canəli Əkbərov bu yaxınlarda Bakı Orta İxtisas Musiqi Məktəbinin Dövlət İmtahan Komissiyasında sədr olmuşdur. Məktəbin müdürü Bayandur Mehtiyöv çox böyük razılıq hissi ilə mənə danışırdı ki, Canəli Əkbərov öz sənətini o qədər gözəl bilir ki, muğamın bütün incəliklərini buraxılış tələbələrindən qayğıkeşliklə, həssas qəlbliklə o həmən dövlət imtahanında nümayiş etdirdi. Canəli Əkbərov deyərdim ki, tək bizim respublikamızda deyil, o respublikamızın hüdudlarından çox-çox uzaqlarda
qardaş respublikalarda, xarici ölkələrdə bizim muğamlarımızın ən aktiv təbliğatçılarından birisi olmuşdur. Böyük müvəffəqiyyətlə bu çıxışlar etmişdir. Rah aşka düşmez bir daha gönül Ağzımdan yan gayrı şadi Alem müftela gönül Dolandım alemiye bir yâri hemden temadiye Her yâri cefasın çaydım yâri Ağzımda gördüm Vay
Keçen aşıkların kabri açıp matem sana gördüm aldım bir ayrılmay. Yetmiş güzelliği de helgi tamam mat etmiş güzelliği de helgi tamam mat etmiş. Gençler çıkmış yar geldiğin eşitmiş. Gençler çıkmış yar geldiğin eşitmiş. Aman yar bey, güzel yar bey, gül yarım, küstürmüşsün, gel kendimi al yarım. Aman yar bey, güzel yar bey, gül yarım, küstürmüşsün, gel kendimi al yarım. Canəli, Lənkəranın çox zəngin, ləziz bir mətbəxi var. Amma 10 gün dalbadal ləvəngi yiyəndə adam ondan bezəcək. Ən gözəl təbiət mənzərəsinə 5 dəfə dalbadal baxandan sonra da adamın gözü yorulur. İnsan hər şeydən doya bilir, bezə bilir. Amma neçə illərdə oxuyursunuz? Heç oxumaqdan yorulduğunuz, usandığınız, bezdiyiniz olubmu? Çox qəribədir ki, mən özümdən çox böyük sənətkarlarla da işləmişəm. Səhnələrdə, el şənliklərində, sonra özüm də oxuyuram. Mən hələ özüm oxumaq sənətindən, muğama qulaq asmaqdan doymamışam. Bəzən elə olub ki, mən toydan, ya konsertdən, tamaşadan evə gəlmişəm, bir musiqi parçası, bir muğamın bir güşəsi yadıma düşüb, onu mən istəmişəm ki, Füzulinin qəzəlinənmi, Seyid Əzibin qəzəlinənmi, Vahidin qəzəlinənmi uyuşduram. Mən xırda-xırda özüm üçün tar çalmağı öyrənmişəm, öz şəxsi həvəsimdən doğub. Götürürəm tarı, görsən ki, saat 2-dir, birdən beynimə düşdü ki, bunu belə eləməlisən. Görürəm ki, mənim özümə ləzzətlidir. Yəni, doyum söhbəti olmayıb məndə. Yəni ki, çox bağlılığından irəli gəlir. Yazırlar ki, Mendeleyev o məşhur kimyəvi elementlərin cədvəlin çox əlləşib, vuruşub, nəhayət günlərin birisində yuxusunda o sıranı görür və səhər durub onu kağıda köçürdür. Ayrı-ayrı bəstəkarlar haqqında, rəssamlar haqqında, alimlər haqqında da mən çox oxumuşam ki, müəyyən böyük kəşflərin, ideyaların o qədər ki, bunun barədə düşünüblər, çalışıblar, yuxuda da görürlər. Heç yuxuda oxuyursunuzmu? Yəni, yuxuda görürsünüzmü ki, məsələn, oxuyursunuz? Çox görmüşəm. Görmüşəm ki, bulaq başında dostlarımın yanında oxuyuram. Musiqi yoxdur, amma oxuyuram.
Və elə şeylər olurmu ki, məsələn, bu anlarda, məsələn, o yuxuda görəndə tapırsınız hansısa deyir, bir keçidmi, bir modulyasiya sonradan ifaza gələn bir şey, bir maraqlı cəhət. Bilirsiniz, oxumaq, o yuxu oxumağı elədir ki, yuxuda çox görmüşəm ki, mən hansı ölkədəsə oxuyuram və yaxud da hansı dostumun şənliyində oxuyuram, amma o da yadda qalımlı olmur. Xarici ölkələrə yalnız yuxuda getmişsiniz, yoxsa real getməkləriniz olub? Yox, sağ olsunlar, 30 ilə yaxındır ki, oxuyuram, 4 dəfə getmişəm. Hansı ölkələrdə olmuşsunuz? Ona nəsib olmadı. Mən deməli olmuşam o vaxt Qərbi Almaniyada, indiki vahid Almaniya ölkəsi. Mən inanıram ki, bu teatr Sonra olmuşam Afrikanın Mali Respublikasında. üçün yox, həm də Əlbəttə, yaranan bu birinci gedişi mənim üçün çox yadda qalımlı oldu, çünki iki nəhəng sənətkarla eyni səhnədə iştirak eləmək mənə nəsib oldu. fəaliyyət göstərəcək. Onun birincisi bizim əzizimiz Müslüm Maqamayevlə, sonra SSR xalq artisti Zıçina ilə eyni səhnədə iştirak eləmək mənə nəsib oldu. Çox sevindirici hal oldu. Hətta üzr istəyirəm, Zıçina gəlib səhnədə məni öpüb ki, siz belə yüksək belə səs mədəniyyətinə maliksiniz. Sonra olmuşam Avstriyada. Əlbəttə bunlar hamısı Azərbaycan günləri ilə bağlıdır. 15 gün Avstriya ölkəsində olmuşam, çox uğurlu konsertlərimiz olub. Və ən mənim üçün yadda qalımdır, mənim sənət tərcümə halımı tamamlayan keçən ilki, yəni İsveç ölkəsində keçirilən Beynəlxalq Folklor Festivalı bizim nazirliyin məni göndərməsidir. Tacirimiz Vamiq Məmmədəliyev, kamançalanımız Respublikanın əməkdar artisti Elman Bədəlov idi. Biz üçümüz orada böyük uğur qazandıq. İndiyəcən yoldaşlıq elədiyiniz müxtəlif tarzənlər olur, müxtəlif kamançaçılar olur, sizi müşahiət edənlər. Bu ad çəkmək həmişə biraz çətin olur ki, kiminsə qəlbinə dəyə bilər, amma hər halda həqiqətsə niyə deməyəsən? Sizi müşahiət edənlərin içərisində bu sənət bioqrafiyası boyunca ən çox sizə kim yaxın olub, kimlə işləmək sizin üçün daha asudə, daha rəvan olub? Mən yenə əvvəlki fikirlərimin bir qismini tamamlamaq istəyirəm. Mən xoşbəxt sənətkaram. O nöqtə-nəzərdən ki, mən sənətimizin qaymaqları ilə işləmək mənə nəsib olub. İstər xanəndəlik sənəti, istər çalğı sənəti. Mən xan əmini görmüşəm, Seyid görmüşəm, Mütəllim görmüşəm, Zülfü bəyi görmüşəm, Əbülfəti, Sara xanımı, Şövkət xanımı, Rəhməti Rübaba xanımı, Kəzban xanımı, Fatma xanımı, bunların hansının birisi ixtiyarım yoxdur, bunların adlarını çəkməyəm. Bunlardan bir tərbiyə almışam və özümü xoşbəxt sayıram ki, Rəhməti Hacının tarını oxumuşam, uzun illər yoldaşlıq eləmişik. Rəhməti Əhsənin tarını oxumuşam. Mən elə Nəcib Tarçalan görməmişəm. Məsələn, Hacının tarını oxumaqla, Əhsənin tarını oxumaqla, Bəhramın tarını oxumaqla, Vamiqin tarını oxumağın arasında bir fərq var axı. Yəqinən ki, Bu fərqlər nədən ibarətdir? Bu artıq məsələn sənət tərəfidir, mənim üçün maraqlıdır. bilirsiniz, Hacı özü çox ciddi adam idi. Onun ciddiliyi, onun xarici görkəmində də büruzə verirdi. Kəskin belə tələbkar idi. Buna görə mən həmişə, mən bunu öz payıma düşən danışıram, həmişə ondan oxuyanda özümü tamam yığışdırırdım. Çünki Hacının tələbini ödəmək, Hacı elə bir standart, yəni yeknəsər çalan idi. Amma hər dəfə qulaq asanda yeni aləm, yeni dünya göz qabağında canlanırdı. Bəhrəmlə çalıb oxumaq mənim üçün çox rahat idi. Çünki Bəhrəmin təbiətində xüsusi bir həlimlik vardı. O, insanın daxili aləmi, nə tərsə onun yol yerişi, danışığı, həlimsə onun yəqinən ki, sənətinə sitayiş edir, sirayət edir. Əhsəndə xüsusi bir təmkinlik vardı. O təmkinlik, görürsən, onun çalğısında da vardı. Əhsən həmişə o musiqi parçalarını təmkinlə çalırdı. Sən də məcbur oldun təmkinli oxuyasan. Kəskin danışanla gəlir, kəskin danışarsan da, yəqinən belədir. 30 il bundan əvvəl oxuduğu Seygahla, 30 il bundan əvvəl ifa elədiyiniz, deyək ki, Rastla, ya digər bir muğamla, bugün ifa elədiyiniz həmin muğamların arasında əsas fərqi nədə görürsünüz? Əlbəttə, bu çox doğru sualdır. Mənim 30 il bundan qabaqki təcrübəm onda yox idi. İndi təcrübəm var. İndi mənim sənətdə bişməyim, puxtələşməyim var. Sənəti dərk eləməyim var. Hisslərimin zənginliyi, mənə bütün bu imkanlar,
İndi elə bir məqam olur ki, bəzən səslə olan şey də bu səs telləridir. Mənə misal üçün bir balaca soyuq dəyəndə bütün xanəndələr bilirlər. Mən misal üçün hamı üçün olur, mənim üçün də. Səsim düz olmayanda da o ustalığımdan istifadə edib ustalıq mənim karıma gəlir. Amma qabaq səsimin düz olan vaxtında da ürəyim bəzən istədiyim kimi alınmırdı. Bütün bunlar cəmləşib indi yeni bir forma alıb, məzmunlu bir forma alıb. O məzmunlu formada mənə imkan verir, mən sənətimdə heç vaxt o bayağı mahnılara yol verməmişəm. Həmişə məzmunlu, bədii cəhətdən güclü, istər əgər o şeirin bədii cəhətdən güclü təsiri varsa, yəqinən ki, ona qoşulan musiqi də onunla vəhdət təşkil edir, əsrlər boyu yaşayır. Hətta bir dəfə bir toyda mənə sual verdilər ki, niyə müasir mahnı oxumursunuz? Dedim ki, 2 mahnı yanaşı qoyuram. Bir mahnının bir 100 yaşı var mən biləni, bir mahnının bir 5-6 yaşı var. Əzim ruhiyyə bir mənə zəng elə ey ruhiyyə, zəng elə ey ruhiyyə. Bir mahnı, yeni mahnı. Bir də ki, gedin deyin xan çobana, gəlməsin bu il muğana. Muğan batıb nahaq qana, apardı sellər saranı. Bir ala gözlü balanı ki, alqış getdi. Yəni, nə demək istəyirəm? Görürsünüz, bədii cəhətdən güclüdür bu mahnı. Tərtibi əladır. Musiqi də yəqinən ki, özünə yaraşır və əsrlər boyu xalqın yaddaşında həkk olunur qalır. Mütaliəyə münasibətiniz necədir? Çünki bizim əksər xanəndələrimizin ifasında adamı həmişə səksəndirən, qulaq asanda, yəni o sözdən başı çıxan, ədəbiyyatdan başı çıxan, şeiri anlayan adam qulaq asanda görür, avaz gözəldir, məlahətli səsdir. Amma söz ki, hörmətdən salınır, söz ki, Oğuzhanadan çıxardılır o oxumağın içərisində. İstər-istəməz o ifanın təsiri də adama xeyli azalır. Ona görə soruşuram, sizin mütaliəyə münasibətiniz necədir? Bu şeiriyyatı, qəzəliyyatı müntəzəm olaraq öyrənirsinizmi? Onların mənasını dərk eləməyə, qavramağa çalışırsınızmı? Rəfail bəylər, siz özü şahidsiniz ki, mən tez-tez sizin özünüzü narahat edirəm. Bizim hörmətli professorumuz Vasim Məmmədəliyevi narahat edirəm. Əkrəm Cəfəri dəfələrlə mən narahat eləmişəm. Rast gələn vaxtlar, anlarda. Yəni sizin özünüzdən çox olub ki, soruşmuşam ki, Füzulinin misal üçün aşiyan-ı mürği dil zülfü pərişanındadır. Qanda olsam ey pəri, könlüm sənin yanındadır. Füzuldan başqa nə oxuyursunuz? Ey geyib gülgün dəmadəm əzmi cövlan eyləyən, hər tərəf cövlan edib döndükcə yüz qan eyləyən. Başqa nə oxuyursunuz? Könüldə min qəmin vardır ki, pünhan eyləmək olmaz. Bu həm bir qəmi ki, el tənindən əfğan eyləmək olmaz. Daha nə? Eylə sərməstəm ki, idrak etməzəm dünya nədir? Mən kiməm? Sahibi olan kimdir? Mey-i səhba nədir? Yenə var? İlk dəfə Füzuldən öyrəndiyim xanəminin bir plastinkası vardı. İlk qəzəli orada öyrənmişəm. Lap körpə vaxtımdan. Sağıya cam tut ol aşiqə kim qayğılıdır. Qayğı çəkmək nə üçün cam ilə aləm doludur? Qutardı yoxsa yenə var?
Çoxdur. Məsələn. Bu siyahı bununla məhdudlaşır. Lakin Tutuşdu qəm oduna, şadı gördüyün könlüm. Müqəyyəd oldu ol azadı gördüyün könlüm. Sonra nə? Ey xoş, ol məsti ki bilməz qəmi aləm nəymiş. Nə çəkər aləm üçün qəm, nə bilir qəm Mən özüm nəymiş. qəsdən bu daha nə bundan əlavə nə var ona görə soruşuram ki, çünki ömrüm muğamla bağlayan, xanəndəlik sənəti ilə bağlayan adam üçün ilk o söz mənasında məhək daşlarından biri Füzulidir. Füzulidən bacardıqca çox qəzəl əzbər bildikcə, onları ifasına gətirdikcə xanəndənin oxusu da şübhəsiz ki, sambaldır. Muğamın özü zənginləşir. Bəli. Bu Leyli Məcnun operasında dönə-dönə çıxış edirəm. Təxminən neçə dəfə olar çıxışınız, belə rəqəmlə yadınızdadır, yoxsa? Rəqəmlə yalan olmasın 1000 olar. Bu tamaşalardan ən çox yadınızda qalan hansı olur? Leyli Məcnunla bağlı. Bəli. şuna yaradıcılıq. Nə ilənsə əlamətlər olan bir tamaşa. Əlamətlər budur ki, Mehdi Məmmədovun sağlığında bizim ixtiyarımız yox idi. Biz qiyafəmizi dəyişək. O ki, Məcnunu bayaq dediyim kimi filosof kimi qələmə vermişdi. Bəli. Onun tərtib etdiyi eskiz əsasında o rəssamın və rejissorun ixtiyarımız yoxdur başqalaşaq. Yəni geyim nə tərsə, rəssam nə tər eskiz vermişsə, o elə də geyinməli idi. Sonra bu yaxınlara qədər mən çox cəsarətlə deyərdim ki, və cəsarət edərdim, Məcnun o səhra pərdəsinin geyimi tamam başqadır. O dəlillik halətindən sonraki geyimi elə bir adamın oxumağını da başqalaşdırır və zaldakı tamaşaçılar da başqalaşdırır. Mən elə bir paltar geyindim, elə bir geyim. Həmin tamaşa mənim həmişə yadımdadır. O həmin gün oynadığım tamaşa. Yalnız geyimlə yadınızdadır, yoxsa? Geyim elə bil mənim oxumağıma, mənim davranışıma, səhnənin coğrafi mövqeyinə tamam başqa bir ruh verdi. O səhnədə oynayanda, o əl çalmaqları demirəm, o tamaşaçı reaksiyasını necə hiss edirsiniz rolda olanda? Alqışla ancaq. Çünki bilirsiniz nəyə görə soruşuram, əgər bu adam roldadırsa, büsbütün bu rola qapılıbsa, eyni zamanda fikirləşirsə, gözü bir gözlə zaldadırsa, tamaşaçıların sifətlərindədirsə, demək o rolda deyil də, əslində roldan çöldədir. Bəli, mən iki şeyin əleyhinəyəm. Aktyor müğənni, əgər onun gözü zaldakı qohumlarındasa, əllərdə gətirdiyi güldəsə və onun bir qulağı şişələnib suflörün dilinə, ağzına, o roldan bir şey çıxmaz. Aktyor müğənni, aktyor gərək öz partiyasını, tərəf müqabilin partiyasını əzbərdən bilə, özünkiləşdirə. Onda sən təbii oyun tərzi göstərirsən, təbii oxumaq nümayiş edirsən. Əks halda başqa cür alınır.
son illərdə bizim bu muğam sənəti, muğam ifaçılığı sahəsində böyük irəliləyiş var. Yəni bu musiqi üçlüyü xeyli populyar olub, samballı muğam ifaçıları yetişib. Amma biz neçə illər, təxminən 10-15 il bundan əvvəl bizdə muğam ifaçılığı sahəsində müəyyən bir kasadlıq da duydurdu. Muğama münasibətdə bir sönüklük də vardı. Və o el şənliklərinə gedəndə adam bunu ilk növbədə hiss edir. Rəfail bəy, mənim elə bir sual vermişsiniz ki, mən doğrudan kövrəlirəm. Mənim elə bir o yaralı yerimə toxunursunuz. Amma mən gəlib burada bir obyektiv cavab verəm, çünki mənim öz şəxsi həyatımla, sənət həyatımla bağlı bir sualdır. Mənim muğam oxuduğum illər, muğama məhəbbət bəslədiyim, üns bəslədiyim illər mənim üçün şəxsən çox acınacaqlı illər sayılır. Nə mənada? O mənada ki, o vaxt muğam istər xalq yanında, xalq gözündə hörmətdən düşmüşdü, istər hökumət gözündə, hər iki gözdən düşmüşdü muğam. Muğama hətta elə olmuşdu ki, indi böyük bir mərtəbə tapan bizim xanəndələrimiz var. Allah onlara can sağlığı versin. Onlar da o muğamla məşğul olanlara, muğamın tədqiqatı ilə məşğul olan adamlara, hətta onlar əyləşən üstula da irad tuturlar. Bunlar muğam oxuyan üstuludur. Belə bir ifadə də eşidirdik hətta. Çox acınacaqlı illər idi. Ona görə ki, bizim toylarımız da bərbad bir vəziyyət almışdı. Elektro gitara tarı üstələmişdi. Skripka kamançanı üstələmişdi. Belə baxırdın, adam özü çaş düşürdü ki, ilahi görən bunun sonu olacaq mı bu işlərin? Genel demək, Mehdi Məmmədovla işləyəndə o tamaşa ərəfəsində təbii ki, söhbətləriniz də olurdu, ayrı-ayrı məsələlərə münasibət. Təbii ki, sadəcə bu rolü oynamalısan, bundan qutarmır da iş. Ayrı deyir ki, qəzəllərə, deyir, onun təhlilinə münasibət, o quruluşun özünə münasibət. Bu istiqamətdə söhbətləriniz olurdu mu? Maraqlı epizodlar varmı bu mənada? Çox ciddi söhbətlər. Mehdi, mən çox xoşbəxtəm ki, Mehdi kimi sənətkarın əlində, onun əlinin altında işləmişəm. Onun rejissorluğunu, onun o səhnədə o bilirsiniz, körpə uşağa yeriməyi öyrədərlər. Ki, Mehdi Məmmədov bizə səhnədə yeriməyi öyrədirdi. Ayaq atmağı, baxış öyrədirdi, gülüş öyrədirdi. Əl hərəkətdə öyrədirdi. Mən çox şadam ki, özümü xoşbəxt sayıram ki, o nəhəng sənətkarla işləmişəm mən. Bir gün dedim ki, Mehdi müəllim, bir söz demək istəyirəm. Qorxuram, məndən inciyəsiniz. Bu mənim öz şəxsi fikrimdir. Məcnun deyir ki, fəzai eşqi ta gördüm, səlahi əqlidən duram. Məni rüsva görüb eyb etməyin, ey nasi ki məz'uram. Əgər çaki giriban eyləsəm, məni etməyin. Çün mən mətai nəngidən ari libasi aridən uram. Deyən Məcnunun paltarı vilör kostyum olmamalıdır. Onun üzü hamar olmamalıdır. Böyle bakint barda olmamalıdır. Mənə elə gəlir, Mehdi müəllim. Xeylən fikir daldı. Dedi ki, Canadi, mən Məcnunu filosof kimi vermişəm. Dəli kimi yox.
Bugün ömür kitabından səhifələri vərəqlədiyimiz Can Əli Əkbərovun iş yeridir bura. Bu müqəddəs sənət məbədinin səhnəsində Can Əli Əkbərov uzun illər boyu dəfə-dəfə çıxışlar edib. Şübhəsiz, bundan sonra da olsun ki, yeni surətlər də yaradacaq, təzə uğurlara da yetəcək. Amma Leyli Məcnun opera səhnəmizdə Can Əlidən əvvəl də oynanılıb, bugün də var və olsun ki, artıq Can Əlinin çox qocaman bir sənətkar olduğu vaxtlarda da yeni Məcnunlar yetişəcək, Leylilər yetişəcək və Leyli Məcnun səhnəmizin həmişəcavan bir əsəri kimi daim yaşayacaq. Və günlərin birində Leyli Məcnunda çıxış eləyən, baş rolda çıxış eləyən Can Əli Əkbərovun adı həmin gün tamaşanın olacağını xəbər verən afişalarda olmasaydı, təbii ki, Can Əli bundan küsərdi, inciyərdi və eyni iş hər hansı başqa bir ifaçının başına gəlsəydi, onun da xatirinə dəyərdi bu məsələ. Amma bir nəfər var ki, o nə küsə bilir, nə inciyə bilir, Ceyhun Hacıbəyli. 1908-ci ildə Leyli Məcnunun ilk tamaşasından soraq verən afişalarda Üzeyir bəylə yanaşı onun da adı vardı, müəlliflərdən biri kimi. O, bu əsərin, bu ölməz sənət incisinin halalca ortağıdır, Ceyhun Hacıbəyli, Üzeyir bəyin qan qardaşı, qələm qardaşı. Arzu eləyək ki, illərlə davam edən bu səhv nəhayət ki, düzəlsin, gələcək günlərdə, gələcək illərdə Leyli Məcnundan xəbər verən afişalarda Üzeyir bəyin şərəfli adı ilə yanaşı Ceyhun bəyin də layiqli adı yerini tutsun. Və 50 illik ömrünün 25 ilini, tən yarısını sənətə həsr etmiş, musiqiyə bağlamış, xalqa xidmət yoluna yönəltmiş aktyor və müğənni Can Əli Əkbərov haqqındakı bu verilişi bilavasitə onun özünə aid olan deyil, incik bir xatiriyə yönələn savab arzu ilə bitirdiyimə görə mənə elə gəlir ki, Can Əli məndən inciməz.